Bugün sizinlə dondurma dadında çox dadlı, asan hazırlanan tort resepti bölüşürəm. Bunun üçün 4 yumurtanın üzərinə çay qaşığının ucunda duz əlavə edirəm. 200 ml stəkandan yarım stəkan şəkər tozunu bura əlavə edib mikserlə ağarana qədər qarışdırıram. Ardından üzərinə yarım stəkan un, 1 paçka qabartma tozu, 2 xörək qaşığı kakaonu da əlavə edib qarışdırıram və yağladığım 22 cm-lik diametri olan qəlbin içərisinə əlavə edib 180 dərəcədə yarım saat bişirirəm. Krem üçün 2 paçka qaymağı, 1 paçka labnə pendiri və 3 xörək qaşığı bişmiş qatlaşdırılmış sütü buraya əlavə edib mikserlə qarışdırıram və bunu qoyuram soyuducuda qalıb təxminən 1 saat özünü tutsun. Bişən biskviti də ortadan 2 yerə bölürəm və başlayıram artıq tortumu hazırlamağa. Birinci biskviti kremləyəndən sonra üzərinə qovrulmuş badam əlavə edirəm və ikinci biskviti də kənarlarını ortasını kremləyəndən sonra qoyuram tortu soyuducuda 2 saat təxminən qalıb özünü tutsun. 2 saatdan sonra hazırladığım qazuru tortun üzərinə çəkirəm. Resepti şərhlərdə yazmışam, baxa bilərsiniz. Axırda üzərini xırda doğranmış badamla da bəzəyirəm. Çox dadlandı, mütləq siz də hazırlayın.